TikTok'da Damlanı görmüşük o videolarını. Biz onu evə çağırmışıq ev işinə də. Damla gəlməyib. Və bir başqası da dedi ki, 70 manat dedik verərik 2-3 otaqlı ev içində təmizləməyə. Dedim, mən 150-dən aşağı qiymətə gəlmirəm. Bax, belə bir tanış xanımlardır, səsləri də var. Əgər sən gedirsən Damla, küçədə zibillikdə eşələnirsənsə, ged ələ təmiz evdə ev işi gör günə. Hər evlərə gedirəm. Yox, gedirəm. Bu verici 2 haftada gedə bilmirəm, altı bazara salıram. Olan kimi gedirəm mən. Çünki bu qadın yalan danışır bizi burada. Yox. Mən yalan danışır Xoşqədəm xanım. Sən yalan danışırsan, mənə atıblar. Xoşqədəm xanım. Sən yalan da, bəs onda danışır ki, mənim heç almağa pulum yoxdur. Dilənçilik eləməsin onda. Gedirsənsə, mən niyə dilənçilik eləyirsən? Sən özünü uğurlu qədər narahat hiss eləyirsən. TikTok'da dilənçilik eləyirsən. Gəl sən də mənlə Sən eləyirsən. Mənim çörəgim olsa da eləyə bilmərəm, mən o üzüm yox. Damla gəl bura, Damla gəl bura. Olmasa da eləyə bilmərəm. Sən Allah biraz az danış. Bir dəqiqə.